Aha, Xiaomi yazan adı kim idi qoşulanlardan? Hamının adı qeyd olunub. Burada Xiaomi 240-40R. Hı, hı. Yəni adını qeyd eləsə, qoşulan yoldaş müraciət eləyəndə çətinlik çəkmərik. Bir də indi başlayacağıq yoldaşlar. Sizə bir şey bildirim. Normalda bizdə həmişə elə atılan linklə qoşulur. Bu gün nəsə problemi oldu. İndiyə kimi inanırsınız bir ildən çoxdur Bridge-lə işləyirik. Hələ belə bir şey olmamışdı. Bu gün nədirsə özüm açmalı oldum hesabı adminlərlə danışıb. Yəni həmişə axşam atılan linkdən mən sizə orada göndərim. Ondan keçid eləyə bilərsiniz normalda. Heç bir problem olmayacaq. Narahat olmayın. Bu günləri sizlə praktik tərəfdən, yəni göndərdiyimiz testlərə baxacağıq bir yerdə. Amma həmişə də biz dərsdən əvvəl keçdiyimiz haqqında başlayırıq danışmağa ki, nə keçmişik axırıncı dərs, onun müzakirəsini aparırıq. Bir də digər bir məsələ, mən onlayn qoşulanda kameraların açılması filan belə bir tələbim olmur. Əsas mənim sizdən tələbim nədir? Müzakirəli şəkildə aparaq. Bir-birimizlə danışa-danışa dərs aparaq ki, həm dərs maraqlı olsun, həm də belə deyək, onlayn dərsdə danışmaq lazımdır. Danışmayanda artıq bir tərəfli olur, onda o sizin üçün də yaxşı olmur, mənim üçün də yaxşı olmur. Mənim üçün niyə yaxşı olmur? Mən elə bir şey divara danışıram. Ona görə mənasız olur o keçdiyim dərs mənə. Belə daha effektiv və daha faydalı olacaq. İndi gəlin biz biraz danışaq axırıncı dəfə keçdiyimiz dərsdən. Səsi açıb hamı danışa bilər, müraciət eləyə bilər. Deməli, axırıncı dəfə sizinlə biz danışmışdıq. Slaytları da sistemə yükləmişdik. PM-ə giriş, ikili yazılışlar. İkili yazılışlar hissəsinə baxmışdıq, xatırlayırsınızsa. Ümumiyyətlə, mühasibat çot dedikdə nə başa düşürsünüz yoldaşlar? Qeyd, yəni qeyd aparmaq. Aha, qeyd. Əla, Leyla xanım. Deməli, qeyd aparmaq. Nəyin qeydini aparırıq? Borcların aldığımız, satdığımız, nə bilim, bütün əməliyyatların qeydi. Vergi uçotu. Bütün əməliyyatlar dedik, fikir verirsiniz. Baxın, biz axırıncı dəfə 5 dənə komponent demişdik. O 5 komponent hansı idi? Kim yada sala bilər o 5 komponenti? Aktivlər, Aha, öhdəliklər, deməli, kapital, aha, gəlirlər, sonra gəlirlər. əla. Aktivlərimiz var idi, öhdəliklərimiz var idi, kapitalımız var idi, gəlirlərimiz var idi və xərclərimiz var idi. Düzdür? Deməli, şirkətin aktivlərinin, öhdəliklərinin, kapitalının, gəlirlərin və xərcləri haqqında əməliyyatları barədə qeydlərin aparılması mühasibat çotudur əslində. Yəni şirkətin təsərrüfat fəaliyyəti ilə bağlı əməliyyatların aparılması da deyə bilərsiniz buna. Biraz dərinə getsək, o 5 dənə komponent var ki, hansı ki, oradan o tərəfə kənara çıxmır. Həmin o 5 mühasibat çotu komponentinin qeydə alınmasıdır. Bəs mühasibat çotu dedikdə onun qolları var idi. Onlar nələrdir? Hansılar var? Vergi uçotu, maliyyə uçotu, digər. Bəli. Kim kömək eləyə bilər Leylaya? O birisini. İdarəetmə uçotu. Hə, idarəetmə və İdarə etmə uçotu, düzdür? İdarəetmə uçotu, vergi uçotu, Bəli. maliyyə uçotu. Bəli. Maliyyə uçotu dedikdə, yəni maliyyə uçotunun məqsədi nədir? Kim deyə bilər? Maliyyə ilə bağlı qeydlər. Aha, maliyyə ilə bağlı şirkətin təsərrüfat əməliyyatlarının qeydlərinin aparılması. Biz bu qeydləri demişdik, axırda nə edirik həmişə bu qeydləri aparandan sonra? Nə hazırlayırıq? Hesabat hazırlayırdıq, düzdür? Hesabat hazırlayırdıq və o hesabatın əsas istifadəçisi kim idi demişdik? səhmdar, təsisçi. Bəli, bəli, təsisçilər, səhmdarlar, düzdür? Aha. Bilmiyorum. İndi danışan yoldaşın adı nə idi? Xanım danışır indi, baxın. Danışan xanımın adı nədir? Səhmdar dedi, təsisçi dedi. Mən Nəzrin. Bəli, bəli, Nəzrin, əla. Sizin adınız düşməyib, telefonun adı düşüb, ona görə deyirdim Nəzrin. Bilmədim kim danışır bayaq. Ona görə soruşurdum. Deməli belə. Yaxşı, biz dedik vergi uçotunda da hesabat hazırlayırıq, amma nəyə görə hazırlayırdıq o hesabatı? Vergi orqanları tələb edirdi. Aha, Təqdim Bir də eləmək. sahibkar.
Bəli, sahibkar da tələb edə bilər. Əsas da vergi orqanlarına Bəli. hesabat düzəldirik. Biz o hesabatları deməli vergi uçotundakı qeydlər vasitəsilə hazırlayırıq, düzdür? O uçot vasitəsilə hazırlayırıq biz onu. Əla, əla. Biz uçotu apararkən Üzr istəyirəm. metodlar demişdik var idi. Telefon adı məndə eləmir, Anar bəy. Bəli, Telefon bəs adı, mənim adım görsənir. aha. Sizin adınız görsənmir, yox. Sizin adınız görsənmir. Siz danışanda məndə yaşlı yanır, elə telefonun adı düşür nəzərə. Düzdür? Sizdə Nəzrin Muradovadır, yoxsa? Bəli, Nəzrin Muradov, amma mən kompüterdən qoşmuşam da, telefondan qoşmamışam. Ümumiyyətlə məndə Xiaomi yoxdur. Ha, okey. Maraqlıdır onda. Burada telefon adı ilə düşən bir dənə yoldaş var, bilmədim o kimdir amma. Nəsə, eybi yoxdur. Bəlkə Ə, mənim necə? Gülnar Yo, Gözəlova. yo, Gülnar, siz deyilsiz. Siz də deyilsiz. Burada görünür. İndi o yoldaş danışanda deyərəm, dəqiqləşdirərik. Daha sonra yoldaşlar, biz metodlardan danışmışdıq uçot haqqında danışanda. Mənim biraz səsim tutulub, bilmirəm hiss olur ya yox. Burada Biz ananı salamlayıram, bəli, amma mən indi qoşula bildim. bəli, bəli. O da çox təsadüfən sizin burada gəlməli oldum. Mən onlayn elə bildim. Ona görə buradan qoşuluram sizin. Kursdan Bəli, qoşulursunuz. kursdan qoşuluram. Okey, başa düşdüm. Bilmirdiniz, onlayn olacaq Elə bu gün. bildim ki, istəyən onlayndır, istəyən əgər Başa görə düşdüm, elə bilər. başa düşdüm, başa düşdüm. Deməli yoldaşlar, biz bir də danışmışdıq metodlar haqqında, uçotun aparılması metodları vaxtdan asılı olaraq, düzdür? O vaxtı müəyyən olunması, qeydlərin aparılması ilə bağlı hansı metodlarımız var idi bizdə uçot Hesablama, aparılması? bir Bəli. də Hesablama metodu, bir də hansı metod? kassa metodu. Kassa metodu, əla. Kassa metodunda gəlirlər, xərclər nə zaman tanınır yoldaşlar? Pul gələndə və Aa, pul çıxanda. Bəli, pul gələndə və pul çıxanda, düzdür? Bəli. Bəs hesablama metodunda tanıma vaxtı nə zamandır? Kassa aparatında olduğunda. Borcumuz yarandığı zaman. Aha. Hadisə baş verdiyi anda. Hadisə, əsas deyirik hadisə baş verdiyi anda, düzdür? Hə. Yəni pulun gəlməyindən asılı olmayaraq hadisə nə zaman Hə. baş veribsə. İndi məsələn tutaq ki, xərc tərəfə baxsaq, bizim qarşı tərəfə öhdəliyimiz yaranıbsa, qarşı tərəfdə işin görübsə, öz vəzifəsini yerinə yetiribsə, bu zaman bizim xərcimiz yaranır, düzdür? Xərc bu zaman yaranırdı. Razıyıq bundan? Razıyıq? Üzrlü sayın, eşitmədim. Deməli, deyirik ki, xərcimiz bizim nə zaman yaranır iş və xidmətlərlə bağlı olaraq? Qarşı tərəf işin görübsə, bizim də ona borcumuz yaranıbsa, deməli bizim xərcimiz yaranır. Razısınız bundan? Bəli, bəli. 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 Aha, indi bir dənə də bir söz soruşum. Bəs mallar alınanda bizim xərcimiz yaranır sizin fikrinizcə hesablama metodunda? Bəli. 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 Mallar Al- alınanda alır, yaranır alır. bizim xərcimiz, yoxsa? Ancaq Yox. satışda yaranır. Satışda və istifadə olunursa. Ay, sağ ol. Əla, Leyla. Deməli biz nə deyirdik? Deyirdik ki, mallar alınanda o ya ehtiyata düşəcək, düzdür? Yəni anbarımıza düşəcək mal materialı kimi. Ya da o əsas vəsait falan olacaq, salacağıq onu əsas vəsait kimi yaddaşda. Yəni uçota, balansımıza. Amma biz deyirdik ki, mallarımızı istifadə edərkən və ya satarkən o xərci olur. Yəni biz onu istifadə eləməmişiksə, satmamışıqsa, təkcə almışıqsa onu, qoymuşuqsa anbarımıza, bu hələ bizim xərcimizin yaranması üçün əsas deyil. Burada həmişə yoldaşlar çaşır, ona görə mən bunu hər dəfə qeyd eləyəcəm ki, sizin yadınızda qalsın, yaxşı? Yəni mən götürüb şirkətə 2 dənə xidmət, bir iş deyəcəm, bir iş xidmət qeyd eləyəcəm, bir də mal qeyd eləyəcəm. Məsələn, tutaq ki, şirkətə bir qutu A4 almışam. Bir qutu A4-ü aldığım zaman hələ onu istifadə eləməmişəmsə, o məndə mal materialda gəlib oturacaq. Yaxşı, aktivim olacaq. Müsbət bir şeydir bu mənim şirkətim üçün. Mən nə zaman o maldan istifadə eləsəm, yəni o A4-lərdən başlasam istifadə eləməyə, o zaman o xərcə silinəcək. Yaxşı, bu hissə aydındır hamı üçün. Amma indi keçək başqa bir şey. Məsələn, tutaq ki, bir ay qutarıb yanvar ayı. Yanvar ayı ilə bağlı mənə iş xidmət göstərən, məsələn, kommunal olsun, ondan sonra internet xidməti olsun və yaxud da hər hansı bir məsləhət xidməti verən bir şirkət olsun, mənə hesab faktura yollayır. Yollayır ki, sənin borcun yaranıb yanvar ayına görə. Bu mənim xərcim olacaq bəs?
Olacaq. Bəli. Yox. Çünki iş xidmətdir bu. Düzdür? İş xidmətdir, bitib artıq. Bu zaman mənim xərcim formalaşır. Razıyıq bundan? Bəli. Aha, əla. Gəlirimiz də dedik ki, biz tərəfdən təqdim etmə baş veribsə, iş xidmətlərdə mallarla bağlı, bu zaman bizim artıq gəlirimiz yaranır. Düzdür? Bəli. Bura qədər sualınız var yoldaşlar? Dəqiq olsun. Sualınız varsa deyin, narahat olmayın. Xidmət göstərən tərəf hüquqi şəxsdir, düzdür müəllim? Bəli, bəli, hüquqi şəxs də ola bilər, fiziki şəxs də ola bilər. Hı. Fərqi yoxdur Mehdi onun. Əsas xidmət göstərən tərəf olsun. Bu hissə ilə bağlı hər hansı bir sual yoxdursa əgər, keçək növbəti hissəyə. Artıq bax biz demişdik ki, 5 dənə komponentimiz var. Düzdür? Aktiv, öhdəlik, kapital, gəlir, xərc. Yadımıza salaq, gəlin buradan baxaq. Düşək aşağı. Biz nə demişdik? Demişdik ki, bax bu birinci dərsimiz bizim çox mühümdür. Bunu o qədər yaxşı qavramalıyıq ki, növbəti dərslərimizin bazası bu dərsimiz olacaq bizim. Bizim bir dənə aktivimiz var, düzdür? Aktivlərimiz. Bəli. Aktivlərimiz demişdik, nələr sayılır bizdə? Nətər tapa bilərik aktivlər nələrdir? Ən qısa yolu nədir onun tapmağın yolu? Aktivləri necə müəyyənləşdirdik? Yadınıza salın, mən bir dənə asan yol demişdim sizə. Nələr bizim üçün aktiv sayılırdı? Gəlir gətirənlərlə belə baxmaq Gəlir olar. gətirən, qəşəng vurğuladınız Nərmin bunu. Gəlir gətirən şeylər. İqtisadi səmərə deyirik həm də ona. İqtisadi səmərə gətirən şeylər. Amma bu ən yaxşı rahat tapmağın yolu hansı idi? Mən də demişdim hansı resurslarımız bizim, nə adlandırırdıq onu? Müsbət şeylər deyirdim, yadınızdadır? Müsbət təsir göstərən şeylər. Yəni Maddi şirkətdə bu resurslar. varsa, aysa, aha. Malların olması aktivdir. Məsələn deyirdik ki, maşın şirkətin ayso, məsələn Mehdi biz deyirdik ki, düzdür? Şirkətin maşını varsa, bu müsbət bir şeydir şirkət üçün, düzdür? Bəli. Ona görə bu müsbət bir şey sözün həmişə yadınızda saxlayın ki, bunu tapmaq ən gözəl yolu odur. Məsələn, şirkətin malları varsa balansında, şirkətin deməli bu müsbət bir şeylərdir, düzdür şirkət üçün. Ona görə biz onu aktiv adlandırırıq. Şirkətin bank hesabında pulu varsa, deməli pul vəsaiti şirkət üçün müsbət bir şeydir, düzdür? Bəli. Razıyıq bundan. Daha sonra digərlərinə əsas vəsait deyirik. Əsas vəsaitdə bina demişdik, torpaq demişdik, düzdür? Nəqliyyat vasitələri demişdik, avadanlıqlar demişdik. Yəni keçəcəyik bunları. Bu adların bilməyinizə tam ehtiyac yoxdur. Amma əsas müsbət bir şey olduğunu başa düşək ki, aktivlər bizim üçün müsbət şeylərdir. Razıyıq. Bəli. Yaxşı, öhdəliklər nələrimizdir? İkinci komponent kimi öhdəliklərimiz var bizim burada. Borclarımız da Ödəməli Bəli, olduğumuz şeylər. bəli. Aha, ödəməli Kommunallar. olduğumuz borclarımızdır. Bəli, bizim nə borcumuz varsa bunlar bizim öhdəliklərimiz sayılır. Daha sonra kapitalda edişləri nəzərdə tuturduq biz. Öz balansımızı. Yo, yo. Səhmdarın. Aha, səhmdara olan borclarımız, düzdür? Bəli. Yəni Bəli. bunu əsasın nizamnamə kapitalı təşkil edirdi. Yadınızdadır nizamnamə nə idi? Təsisçinin şirkətə Yəni- çala qoyduğu pul. Yəni bank hesabı da ola Yəni bilər. nizamnamə, yəni sənəd. Şirkətin rəsmi Hüquqi sənədidir, o sənəd. nizamnamə, razıyam Hüquqi tam. sənəd. Yəni şirkətə qoyulan səhmdar tərəfindən qoyuluşlardır, düzdür bu? Bəli. Bu bizdə bunu üçüncü kimi qeyd eləyək. Bu bizdə şirkətə qoyulan qoyuluşlardır. Bu həm də sizə bir şey deyim buradan. Keçəcəyik testlərdə də var. Şirkətə bu qoyuluşlar pul formasında da ola bilər. Əsas vəsait formasında da ola bilər. Mal material formasında da ola bilər. Necə? Məsələn, yəni səhmdarlar birləşib şirkətə avtomobil də qoya bilərlər balansını. Və yaxud da pul da qoya bilərlər şirkət istifadə eləsin deyə. Başa düşdünüz nə demək istəyirəm? Yəni, məsələn, tutaq ki, indi əməliyyat tərəfindən baxsaq, şirkətə səhmdarlar birləşib avtomobil qoysa, həmişə deyirdim, əməliyyatın iki tərəfi olur. Yadınızdadır? İki tərəfdə onda avtomobili qoyanda səhmdarlar nizamnamə kapitalı kimi iki tərəf hansıları olacaq? Təchizatçılar, Şey olacaq. Deyil. Kapitalımız da Deməli, Nizamnamə kapitalımız artdı bir tərəfdə, razı. Bir dənə nizamnamə kapitalımız var. Əla, bir də aktivimiz artacaq. Aktiv. Düzdür? Aktivdə yəni əsas vəsaitlər tərəfdən artacaq. Deməli, bizim bir əsas vəsaitimiz olur bir tərəfdə.
Düzdür? Bir tərəfdə də nizamnamə kapitalımız olur. Bir şey Razılaşırıq sormaq bununla. istəyirəm. Bəli, buyurun. Bəs burada bizim səhmdarlara olan öhdəliyimiz artmır? Aha, o öhdəlik budur da nizamnamə kapitalıdır. Bir tərəfdə Liability kimi nizamnamə götürülür kapitalı yəni. artacaq. Yox, bildim onu. Onu liability kimi ayrıca qeyd eləmirik. Yox, liability olmur o. O nizamnamə qoyuluşu rəsmi formada olur deyə, yəni borc verilmir bu. Siz dediyiniz borcdur. Səhmdar tərəfindən borc verilərsə, onda öhdəlik tərəfdə səhmdara öhdəlik olacaq. Yox, nizamnaməsinə qoyularsa rəsmi qaydada və nizamnaməsində qeydiyyata alınarsa bu, artıq bu nizamnamə kapitalı qoyuluşu adlanır. Yəni borc sayılmır. Bir dənə bir şey deyim Leyla, bu sizin yadınızda qalacaq. Nizamnamə elə bir şeydir ki, səhmdar onu şirkətə verəndən sonra onu geri tələb eləmir. Yəni geri tələb eləyə bilərik illər sonra. Yəni razılaşdırılmış bir vaxtı yoxdur onun. Ona görə bu nizamnamə adlanır. Amma borc elə bir şeydir ki, yəni öhdəlik elə bir şeydir ki, onun müddəti var, razılaşdırılmış bir müddəti var. Məsələn, səhmdar gəlib desə ki, mən şirkətə 500 min borc verirəm. Bu borc öhdəlik olacaq 500 min manat. Çünki bu borcu verib müəyyən bir tarix qoyur ki, şirkət mənə bu borcu qaytarmalıdır bu tarixdə. Amma nizamnaməyə qoyuluş olanda bunun tarixi olmur, qaytarma tarixi olmur. Aydındır? Bəli, başa düşdüm. Əla. Deməli biz dedik ki, nizamnaməyə qoyuluş bir belə deyək, pul formasında ola bilər. Bir də əsas vəsait və yaxud da mal material formasında ola bilər. Aydındır? Bunun prosta əlavə informasiya xarakterli deyirəm ki, indi testlərimizdə birazdan qabağımıza çıxacaq. Sonra 4 və 5-ci komponentimiz. Bu 4, bu da bizim 5-ci komponentimiz, düzdür? 5-i biraz qəribə yazdım, eyb yoxdur. Nəsə, gəlirlərimiz və xərclərimiz. Bir də gəlirlərimiz, xərclərimiz var idi, onun da haqqında danışdıq biz, düzdür? İndi gəlin biz danışaq. Deyirik ki, aktivlərimiz arta da bilər, azala da bilər. Öhdəliklərimiz arta da bilər, azala da bilər. Kapitalımız da arta bilər, azala bilər. Həmçinin dövr ərzində bizim gəlirlərimiz də artıb azala bilər, xərclərimiz kimi. İndi mənim sualım odur ki, aktivlərimiz artarsa, biz onu hansı tərəfdə yazmalıyıq? Debitdə, kreditdə? Debitdə. Debitdə. Debitdə, düzdür? Hamı razıdır bununla? Bəli. Əla. İndi ikinci sualım gəlir. Aktivlərimiz azalarsa hansı tərəfdə yazmalıyıq biz onu? Bəli. Kreditdə. Kreditdə, bəli. Yaxşı, öhdəliklərimiz artarsa, Kredit. kreditdə, Bəli. düzdür? Öhdəliklərimiz azalarsa, Debitdə. Bəli. debitdə. Yaxşı, bəs kapital artarsa hansı tərəfdə yazırıq? Kapital artanda kredit. Kreditdə. Azalanda debit. Kapital azalarsa, Debitdə. debitdə. Yaxşı, bəs xərclərimiz? Xərclər debitdə artır. Kreditdə azalır. Bəli, debitdə artır, kreditdə azalır. azalır. Nə kimi oldu onda bu? Hansına oxşadı xərclərimiz? Kateqoriya kimi. Aktivdəki Bəli, bəli, aktivdəki kimi. Bəs gəlirlərimiz artarsa nə olur? Kreditdə azalır. kreditdə artır. Debitdə Aha, harda azalır? Debitdə azalır. azalır. Yaxşı, gəlirlər hansına oxşayır onda artıb azalmağına görə? Öhdəliyə. Yəni Öhdəliklərə, başqa? Kapitala. Bir də kapitala, bəli. Öhdəliklərə, bir də kapitala bənzəyir bizim gəlirlərimiz. İndi keçək. Yəni bu hissəni onda belə başa düşürəm ki, başa düşmüşük, düzdür? Bəli. Əla, super. Yaxşı, bəs sahibkarlıq subyektləri deyirdik, yadınızdadır. Bu sahibkarlıq subyektlərinin yaradılmasının səbəbi nə idi? Kim deyə bilər? burada onların işsiz Bərabərliyin təmin edilməsi baxımından. Bəli, bərabərliyin təmin edilməsi baxımından ola bilər. Yəni bu bərabərliyi təmin etmək üçün nə edirdilər? Dövlət nə tətbiq eləyir ki, bunu belə kateqoriyalara bölüb? Qanun Mikro qaydaları. sahibkar, fərdi sahibkar, bunları deyirsən. Mikro düzdür, amma fərdi yox. Fərdi sahibkar nə kim idi? Veyni olan. Fərdi sahibkar vöyünü olan fiziki şəxs idi. Yəni düzdür, hansımızınsa burada vöyünü varsa, o fərdi sahibkar adlanır əslində. Amma biz demişdik ki, fərdi sahibkarları və müəssisələri kateqoriyalara bölürlər. O kateqoriyalardan biri mikro sahibkarlıq subyektləri idi. Digəri nə idi? Kiçik sahib. Yoxsa Kiçik sahibkarlıq subyekti idi. Düzdür? O biri Orta, iri. orta orta və iri sahibkar. Yəni 4 dənə kateqoriyamız var idi. Razıyıq bundan.
Əla. Yaxşı, mikro sahibkarlıq subyektinin belə deyək, kriteriyaları nələr idi? İşçi sayı birdən Onun kimi idi. İllik gəlir 200 min 200 min. manat. Bəli, yəni illik gəlir 200 min manata qədər olmalıdır. İşçi, orta işçi sayı, amma bunu həmişə qeyd edin, orta işçi sayı, illik orta işçi sayı neçə nəfər olmalıdır maksimum? Bir ona. 10'a kadar. 10 nəfər. Bəli, 10 nəfərə qədər maksimum. 11 olarsa artıq mikro sayılır o? Yox. Yox, Yox. sayılmır. Bəli, əla. Biri pozularsa o Digərinə keçir, düzdür? digərinə də keçir, bəli. Əla, əla. Gəlin indi vaxt itirməyək, testə keçək. Üzr istəyirəm. Arada məndə belə öskürmələr olacaq. İndidən deyim. Deməli, bizdə nə var? Gəlin bir dənə təzə Excel açaq. Buna yazaq. Dərs 1. Suallar. Aha, deməli buraya yazırıq debit. Buraya yazırıq kredit. Buraya yazırıq məbləğ. Düzdür, bizə 3 dənə şey lazımdır bunu qeyd eləmək. Qeyd eləmək üçün. Razı? Aha, debit kredit məbləği qeyd elədik. İndi baxırıq. Keçirik sualımıza. 5-ci sualdan başlayırıq, düzdür? Bax, deyir ki, təsisçi kapital qoyuluşu olaraq 40 min azim pul vəsaiti ilə Alfa MMC-ni təsis edib. Yəni, baxın, mən recording gedirmi? Hə, əla gedir. Bunu hər dəfə yoxlayıram ki, birdən yaddan çıxar videoya yazı getməz. Hə, təsisçi deyir ki, kapital qoyuluşu olaraq 40 min azim pul vəsaiti ilə Alfa MMC-ni təsis edib. Əməliyyatın ikili mühasibat yazılışını qeyd edin. İndi bax, bir dənə sual. Məbləğ nədir? 40 min. 40 min. Gəlirik 40 minə, bunu qeyd edirik. Bunu Kapital qeyd olur. elədik 40 min kimi. Nə kimi qoyub bunu deyir? Kapitaldır. Nizamnamə kapital, bəli, düz. Bəli. İndi bax, sual verim. İki tərəfi gəlin müəyyən edək. İki tərəf nə olacaq burada? Tapın görək. Biri kreditdə Tələsməyin. Debit kreditə tələsməyin. Bir dənə tərəfləri tapaq. 5 dənə bölməmiz var idi. Hansılar idi? Aktiv, öhdəlik, kapital, gəlir, xərc. xərc. 5 dənə bölməmiz var idi. Aktiv, öhdəlik, kapital, gəlir, xərc. Bax, bu 5-dən birini, ikisini müəyyən eləməliyik. Deməli, Biri kapitaldır, biri də pul vəsaiti. aha. Deməli, nə qoyublar təsisçilər? Pul. Pul. Pul Bəli. bizim üçün nə idi? Vəsait. Bəli, pul vəsaiti bizim üçün yaxşı bir şeydir. Ona görə aktiv adlandırırdıq Bəli. onu. Aktivlər harda artırdı yoldaşlar? Debitdə. Debitdə. Ona görə gəlirəm, pul vəsaiti yazıram debitə. Yazdım bunu pul vəsaitini debitə. Sonra keçirəm. Deyirəm ki, pulu kim qoyub? Təsisçi. Təsisçi nə kimi qoyub bu pulu? Nizamname Kapital. Nizamnamə Bəli. kapital kimi. Kapitalımız harda artırdı? Kreditdə. Kreditdə. Gəlirəm slayda, görürsünüz, kapital kreditdə artır. Kapital kreditdə artır, aktivim debitdə artır. Düzdür? Aktiv debitdə artdı, kapital da gəlirəm buraya yazıram. Nizamnamə kapitalı. Всё, bitdi. Müxabilləşməmiz hazırdır. Bunu belə yaza bilmişdiniz? Bəli, bəli. Əla. Hamı yaza bilmişdi. Çətinlik çəkənlər olmalıdır, onsuz da normaldır bu.
Məndə set getmişdi. Təkrar deyə bilərsiniz zəhmət olmasa. Aha. Deməli biz tərəfləri müəyyənləşdirdik. Tərəfləri müəyyənləşdirərkən baxdıq ki, tərəflər kimlərdir? Dedik 40 min azayın pul vəsaiti qoyulub. Pul bizim üçün nə idi? Aktiv, Bəli, aktivdir, yəni müsbət bir şeydir. Ona görə dedik ki, aktivlərimiz bizim harda artır? debitdə. Debitdə. Ona görə pul vəsaitini debitə yazdıq. Mən burada kreditə liable yazmışdım. Bayaq da sizdən Aha. soruşdum. Bax o tərəfdən nəyi düz eləməmisiniz? Bu kapital qoyuluşudur. Borc verir demir. Əgər borc verir desə, hə siz deyəndir Leyla. Amma Hə, kapital qoyuluşu deyirsə, bu borc sayılmır artıq. Ona görə nizamnamə kapital olacaq burada. Aydındır? Bəli. Əla. İndi keçək bu tərəfə. Şirkət bankdan 70 min azayın kredit götürüb. Əməliyyatın ikili mühasibat yazılışını tərtib edin. Bax Leyla, siz deyənə gələcəyik indi. 70 min azayın kredit götürəndə, kredit bizim üçün nə kimi götürürük biz krediti götürəndə? Kimi aktivimiz Pul artır. kimi, düzdür? Hı. Pul bizim üçün nədir? Aktivdir. Razı? Deyirəm yazıram onda pul vəsaiti. Məbləği də yaddan çıxartmayaq. Gəlin birinci məbləği yazaq. 70 min. Aktivin artdı pul vəsaitin. Yaxşı, bu pulu bizə kim verdi? Bank. Bank verdi. Nə kimi verdi? Kredit. Borc kimi, yəni öhdəlik kimi Evet. verdi. Ona görə yazıram bura bank. Şu. Bu qədər bəs. Baxın, gəlin bura gəlsək burada fikir verirsiniz. Bax burada bizdə var idi. Faiz xərci yaradan borclar. Yadınızdadır? Bax bu odur, bankdır. Yəni öhdəlikdir bizim üçün. Aha. İndi keçək digər sualımıza. Bu hissəni də yaza bilmişdiniz, yəni aydın oldu hamıya. Yaza bilməyənlərə belə. Bank değil, kreditor borç yazmıştım kreditte. Kreditor borç. Kreditdə debitor borcu yox. Debitor borc biz demişdik kimlərdir? Kimlərdən almalı olduğumuz puldur. Kreditor, Müşteri. debitor borc bizim müştərilərimizin borcudur. Evet. Bəs kreditor borc nə idi? Bizim borçlarımızdır. Bizim borclarımız. Kimə borcumuz? Banka. Banka yoxdur, amma burada Nəsə qarşı mal, iş, xidmət aldığımız şəxslər deyin həmişə. Yaxşı? Mal, iş, xidmət Bəli, aldığımız şəxslər. Aha. Keçək digər suala. Şirkət 12 min azayın dəyərində avadanlıq alıb. Daha sonra isə onun ödənişini edib. Neçə dənə əməliyyat var burada yoldaşlar? 2 dənə. 2 dənə. Əla Gülnar. 2 dənə əməliyyatımız var. İndi birinci əməliyyatımız nədir? Bax, 2 dənə əməliyyatımız var deyə birin bax belə sarılayıram. Daha sonra ödənişini edib. Bu bir əməliyyatımızdır. Yəni mühasibat sotunda 2 qeyd aparacağam da mən. Biri də budur. Gəlin birinci hansı baş veribsə onu yazaq da. Şirkət 12 min azayın dəyərində avadanlıq alıb. 12 min avadanlıq, bax məbləğə yazıram 12 min. Tələsmirəm. Yazdım 12 min məbləğə. Avadanlıq bizim üçün nədir? Aktiv. 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 Hansı aktiv idi? Yadımıza düşür. Bunu da Uzun bilsəz lap əla. müddətli, Necə? uzun müddət aktiv. Ay sağ ol, uzun müddətli aktiv. Niyə? Çünki mən avadanlığı alıramsa, bir ildən çox istifadə edəcəm. Onda bu mənim üçün əsas vəsait sayılır. Düzdür? Bəli. Əsas vəsaitə qeyd elədim 12 min. 12 minlik əsas vəsaiti, yəni avadanlığı kimdən almışam yoldaşlar mən? Təchizatçıdan. Təzyiqatçılar. Bəli, təchizatçıdan almışam. Yəni hər hansı bir satıcıdır da bu. Təchizatçı dediyimiz şəxs satıcıdan söhbət gedir. O mənim üçün adını nə qoymuşdum mən onun? Öhdəlik yaranacaq. Öhdəlik yaradan kim idi? Kimə borcum idi? Bayaq demişdiniz. Kreditor. Kreditor borcu, bəli. Kreditor borcu. Kreditora borclandım 12 min manat. Avadanlığın qarşılığında borclanmışam. Birinci əməliyyatım hazırdır, yazdıq. İndi keçək digərinə. Daha sonra isə onun ödənişini edib. Yoldaşlar, ödənişin edib deyir daha sonra onun. Məbləğ nə qədər idi? 2000. 12 min, 12 min. düzdür? Yazdım məbləği 12 min ödəniş edib. Yaxşı, indi bir sual. Ödənişi kimə eləmişəm? Təchizatçıya. Mal, iş, Bəli, xidmət təchizatçıya. Xidmət yox, yəni malı satana, təchizatçıya. göstərən. Əsas vəsaiti satana. Bəli, doğrudur. Bu təchizatçı məndə hansı bölmə idi? Hansı bölməyə aid idi? Pasiv kredit tərəfə aid. Bəli, öhdəliyimiz idi. Düzdür? Kreditor borcu idi. Bizim öhdəliklərimiz
azalırsa, yəni ödənişini eləyəndə nə baş verir? Azalır da deməli Bəli, borcumuz, azalır. Büdcə düzdür? artırılır. Onda bizim öhdəliklərimiz artır. azalanda hansı tərəfdə azalır öhdəliklər? Debitdə. Kreditorda Debitdə, düzdür? Debit. Bax, gəlirəm bura, Bəli. baxıram bura. Öhdəliyim harda azaldı? Debit. Debitdə. Yazıram bura kreditor borcu ona görə. Yazdım kreditor borcunu. İkinci sual gəlir. Pulu hardan ödəmisiniz? Bank. Kassa. Bankdır, düzdür? Bankdan ödəmişəm və yaxud da kassadan, fərqi yoxdur. Gəlin buna hələ ki pul vəsaiti yazaq elə biz. Niyə? Bax, mən avtomatik getdim kreditə. Onsuz da boşxanam bir dənə kredit qaldı. Ona görə bura getdim. Amma gəlin məntiqini də davam elətdirək. Pul vəsaiti bizim üçün nə idi? Aktiv. Aktiv idi. Aktiv. Da Mən azalır. pulu ödəyəndə mənim pulum azalır yoxsa artır? azalır. Azalır. Harda azalacaq onda? Kredit. Kreditdə. Ehtiyatda. Bunları həmişə dəyişik salıram. İndi amma düz deyəcəyik. Harda azaldı? Debit. Düzdür Günlar? Bəli, Kreditdə bəli. azaldı. Aktivimizdir deyə kreditdə azaldı. Onda gəlirəm buraya yazıram. Pul vəsaiti. Vsyo. Bunu da qeyd elədik burada. Bax, 2 dənə əməliyyatımız olmuşdu. İkisi də hazırdır. Razısınız? Razıyam. Başqa heç nə qalmadı ki. Keçək indi növbətiyə. Müəssisə 7500 azin bank kreditinin ödənişini edib. Əməliyyatın ikili mühasibat yazılışını tərtib edin. Bax, nəyisə ödəmişik. Nə qədərdir məbləğ? 7500. Gəlirəm avtomatik 7500 yazıram. Bura qədər bir dənə dayanım. Bax, bu hissəyə qədər, bu 4 dənə var idi. 1, 2, bu da 3-cü hissədə əslində. İkisinin bir yerdədir. 3-cü. Hətta gəlin bunu belə eləyim ki, sizə aydın olsun sonra baxanda. 5, 6-cı sual, bu da 7-ci sualımız idi. Düzdür? Sual nömrə. Aha. Bu da bizim 7-ci sualımız oldu. İndi gəlir. Bax, 5, 6, 7 ilə bağlı sual olan yoxdur ki, hamıya hər şey aydındır. Keçirəm 8-ə. 8-də deyir ki, biz 7500 manat bank krediti bağlamışıq. Bax, 7500 manat bank krediti bağlamışamsa, bunun kreditin ödənişini mən hardan eləyirəm? Aktivdən. Aktiv, hansı aktivimdən? Pul vəsaitindən. Pul vəsaiti. Bəli, pul Bəli. vəsaitindən. Pul vəsaiti harda? Məndə ödəniş eləmişəmsə, pul vəsaiti artıb yoxsa azalıb? Azalır. Ona Azalır. görə kredit. Harda yazacağam onda azalanda aktivi? Aktivdə. Kredit. Kreditdə. Kreditdə. Gəlirəm, yazıram bura kreditə pul vəsaiti. Yaxşı, bax, bu mən nəyin ödənişini eləmişəm? Digər bir sual. Kreditin ödənişi, yəni öhdəliyin. Bəli, bəli. Bura yazıram bank krediti bu arada. Onda bizim orada xərcimiz də olacaq, düzdür müəllim? Yox, tələsmirik hələ Mehdi. Bank kreditinin ödənişini eləmişəmsə, belə fikirləşin. Bank kreditinin ödənişini eləyirəm. Bank krediti mənim nəyim idi, Mehdi? Öhdəlik. Öhdəliyim. Öhdəliyim də Mehdi, düzdür? Bank Bəli. krediti. Bank krediti mənim öhdəliyimdirsə əgər, o ödənişini eləyəndə artır yoxsa azalır? Azalır. Azalır, hə? Düzdür? Bəli. Bəli, azalır. Azalırsa hansı tərəfə yazmalıyım onda bank kreditini? Debit. Debitə. Gəlin indi sizə bir şey deyim. Bax, bank krediti nə zaman xərciniz olur, onu deyəsəm. Bax, məntiqi yanaşma nədir? Bax, yoldaşlar. Mən sizə, tutaq ki, hər hansı birinizə 1000 manat borc verirəm. 1000 manat borc verirəm. Deyirəm, qarşılığında heç nə istəmirəm. 1000 manatımı qaytar. Sizin orada xərciniz var sizcə 1000 manatın qarşılığında? Faizlər olur da xərc. Yox, faizsiz verdim də sizə. Deyirəm, heç nə istəmirəm üstündə. 1000 Xeyr, manatı verdim, olmayacaq. 1000 manatı qaytar. Var. Deməli, yox, faiz istəmirəm üstündə. Deyirəm 1000 manat verdim, bir həftə sonra qaytar 1000 manatı. Xərc Faiz deyil. olur Yox. orada. Xeyr, Yox. olmur. Sizə Yox. pul gəldi, pul getdi də, düzdür? Deməli, bizim bank kreditindən nə zaman xərcimiz yaranır? Faizdən. Bank kreditində faiz olarsa, bəli. Yəni, mən hələ ki faiz deməmişəm deyə, ona görə orada xərcdən söhbət gedə bilməz. Hı. Yəni, siz 70.000 kredit götürmüsünüzsə, hələ ki onun faizinin haqqında danışmırıqsa, deməli, sizin xərciniz yoxdur hələ ki. Yaxşı? Yəni, Hı. 70.000 almısan, 7.500 qaytarmısansa, burada xərcdən söhbət getmir hələ ki.
Yaxşımı? Tamam. Bu da belə, onda gəlin keçək digərinə. Bu hissəni də danışdıq, razılaşdırdıq. Deməli, nə deyir? Hüquqi şəxs işçilərinə 10.000 AZN əmək haqqı hesablayıb. İkili mühasibat yazılışını tərtib edin. Yaxşı. 10.000-i gəldim yazdım burada. Ən asan şeyi yazdıq. Məbləği qeyd elədik. 10.000-i yazdım. Nə hesablamışıq yoldaşlar? İşçi pulu, Pul. Aha, biz onu nə adlandırdıq? Əmək haqqı, düzdür? əmək haqqı. Əmək haqqın tərəflərini tapmaq istəsəm, əmək haqqını kimə ödəyəcəm ümumiyyətlə? O da öhdəlik kimi baxırıq ona da. Bəli, öhdəlik kimi baxırıq. Niyə? Ödənməli olan borc Bu mənim kimə borcumdur ümumiyyətlə? İşçiyə. işçiyə. Bəli, ona görə buraya yazıram əmək haqqı öhdəliyi. Çünki mən bunu işçiyə ödəyəcəm. Qeyd elədim öhdəlik kimi. Niyə? Çünki öhdəliklərimiz harda artırdı? Kreditor. Kreditdə. Düzdür? Əmək haqqını hesablamışamsa, deməli işçiyə borcum yaranıb da, artdı bu. Kreditdə əmək haqqı öhdəliyi. Debitdə nə olacaq onda? Yaxşı. Azalma. Olacaq. Ödəniş eləmirəm ha hələ. Deyirəm nə olacaq burada? Xərc. Xərc olacaq. Düzdür? Niyə xərcimiz oldu? Çünki artıq hadisə bitib. İşçilər ayı bitirib, mənə xidmətlərini Olacaq. göstəriblər. Mənim onlara borcum yaranır. O borcun da qarşılığı əmək haqqı xərcidir. Yaxşı, bir dənə də sual. Gəldim. Aha, buyurun Leyla. Burada bizdə liability niyə artır ki? Əslində ödəyiriksə azalmalı deyil. Ödəmir ya, hələ demişik ki, hesablamışıq. Hı, Bax, deyir ki, hə bildim. oy, nəsə. Bunu yığışdırım. Deyir ki, hüquqi şəxs işçilərinə 10.000 AZN əmək haqqını hesablayıb hələ. Ödəniş edib demir. Yaxşı, desəm, ödəniş edir artıq, əmək haqqlarının ödənişi gedir. Nə olar? Nə yazaram burada? Pul 10.000 azalır. ödəniş olacaq. Nə ilə ödəyirəm bunu? Pul azalır. Pul azalar. Pul vəsait harda azalır aktiv kimi? Kreditdə. 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 Gəlin bunu da belə eləyim mən. Sizə lap aydın olsun. Bir dəqiqə. Bu belə düşəndə, qoy bu debit kredit üstə görünsün sizə. Hə. Deməli, nə deyir? Bunu da belə eləyək. Pul vəsaitidir. Ödənişini elədim. Düzdür, aktivim azaldı 10.000. Nəyə ödəyirəm? Nəyə ödəyirəm bunu? Haqqı. Əmək Əmək haqqı kimə ödəyirəm? Nəyimi bağlayıram mən? İşçi. Əmək haqqı bağlayır. Əmək haqqı öhdəliyimi bağlayırıq. Öhdəliklər deməli bağlanırsa azalır deməkdir də. Harda azalır öhdəlik? Debit. Debitdə. Kreditdə. Düzdür? Debitdə. Kreditdə. Və açdım ki, burada həm də göz yaddaşı ilə. Mən hər dəfə açıb bunu göstərməyimin səbəbi siz baxasınız deyə yox ha. Baxıb oxuyasınız deyə demirəm. Prosta gözünüz öyrəşsin deyə açıram ki, hə, bu göz yaddaşı da mühüm bir şeydir, özünüz bilirsiniz. Debitdə azaldı O mənim öhdəlik. üçün çox vacibdir. Bəli. Debitdə azaldı. Deməli buraya yazırıq nə? Əmək haqqı öhdəliyi. Düzdür? Mhm. Bu da belə. Bu da bizim 9-cu sualımıza əlavə kimi idi. Aha. Bax fikir verdiniz, əmək haqqı öhdəliyi yarandı, xərcim yarandı. Debitdə artdı xərcim. Sonra mən o ödənişini eləyəndə aktivim azaldı, pul vəsaiti kimi ödəniş elədim. Amma öhdəliyim də azaldı. Niyə? Çünki ödənişini elədim. Mhm. Keçək 10-cu sualımıza. Hüquqi şəxsə kreditor tərəfindən ay ərzində 5.000 AZN dəyərində reklam xidməti göstərilib. Aha. Müəllim, mən onu yazamadım məsələn. Məbləğ nədir burada Mehdi? 10.000, 5.000. 5.000. Yox. Məbləğ 5.000-dir, düzdür? 5.000. Məbləğ hissəyə gəlirəm, 5.000 yazıram, düzdür? Bəli. Bunu qeyd elədim, bu öz yerində. İkinci bir sual gəlir. Xidməti kim göstərib sənə Mehdi? Hüquqi şəxs. Hüquqi şəxs, yəni buna biz nə deyirdik? Kim deyirdik biz buna Mal və ümumilikdə? xidmət göstərən tərəf. Bəli, iş xidməti göstərən tərəf, yəni kreditor deyirdik də biz buna, düzdür? Bəli. Bu adam sənə reklam xidməti göstəribsə, onda sənin kimə borcun yaranıb?
Xidmət göstərən tərəfə. Yəni kreditora, düzdür? Ona görə bura Bəli. yazsam kreditor borcu. Niyə? Öhdəliyimdir. Öhdəliyim harda artırdı? Kreditdə artırdı, Kredit. düzdür? Öhdəliyimi kreditdə Bəli. artırdım kreditor borcu kimi 5000. İndi keçirəm ikinci məsələyə. Adam sənə reklam xidmətini göstərib, iş bitib. Hesablama metodu ilə nə yaranmalı idi onda? Borc. Borcum yarandı, o heç. Başqa nə yaranmalıdır? İkinci tərəfi nədir əməliyyatın? Xərc. Xərcdir, xərc. Bəli, xərcdir. Düzdür Mehdi? Artıq Bəli. iş xidmət bitib, reklam xidməti göstərib. Sənin üçün artıq bu şey bitib də, yoxdur artıq. Deməli, onda reklam xidməti üzrə reklam xərci yazacağam bura. Xərcim harda artırdı həmişə mənim? Debitdə. Xərcim debitdə. Debitdə. Düzdür? Bunlara baxmaq lazımdır. Vay yoldaşlar, siz bunlara baxmayanda, bunları belə işləməyəndə o sizin yadınızda çətin qalacaq. İşləyəndə hər dəfə açın bunlara baxın. Yaxşı xərc harda artır, kapital harda azalır və s. Yəni bunları işləyin çoxlu. Xərcim artdı, reklam xərcim. Buna da yazıram 10-cu sual. Aydındır indi Mehdi? Aydındır. Sual olsa deyin, çəkinməyin. Bunu da qeyd elədik. Reklam xidməti məsələsi. Yaxşı, indi bir dənə də sualdır. Reklam xidmətinə görə ödəniş eləyirəm 5000 manat. Kim deyə bilər? Nə yazmalıyam indi burada? 5000 Öhdəlik məbləğ. olan hissə Credit debit asset. olacaq. Necə Pul Elnur? vəsait. Kredit borcu olan hissə debitdə, pul Aha. vəsait olansa kreditdə. Pul vəsaiti də kreditdə. Niyə belə dedik? Çünki bizdə pul Pul- vəsaiti ilə ödəniş eləyəcəyik. Aktivimiz Əgər azalacaq. bizdən pul çıxırsa, Bəli, kreditdə olur. Həmişə bizdən pul çıxırsa Bəli, kreditdə. bəli. Nəsə azalırsa debitdə. bəli. İndi xərc yox, öhdəlik. Öhdəlik azalırsa, onda olacaq nə? Debitdə, düzdür? Öhdəliyimi idi axı mənim bu kreditor borcu. Bəli. Azaldı, debitdə qeyd elədim. Doğru dedi, düzdür. Bunda bizim 10-cu sualımızın əlavəsi olsun. Razıyıq hamımız bundan. Sual olsa deyin yaxşı. Deməli, şirkətin, bax, yenə gəldik bir suala, ona oxşuyur. Bunu bizdə, gəlin indi biraz spesifikləşdirək, hamı oxusun, bilək ki, hamı başa düşür ya yox. Məsələn, bizdə danışmayanlardan kim qaldı? Əslində çoxunuz iştirak edirsiniz iştirak edənlərdən. Bir dənə Xədicəni də yoxlayaq. Xədicə, zəhmət olmasa oxuya bilərsiniz 11-i. Biri. Şirkətin internet xərcləri 5300 azini təşkil edib. Aha. Aha, nə yazarıq onda? 5300-ə yazarıq hara? 5300 kreditor borçdur da bu. Aha, əla. 5300 məbləği yazdım. Kreditor borc yaranıb, düzdür? Bəli, kreditə İnternetə yazılır. görə. Əla. Deməli bizim öhdəliyimizdir deyə borcumuz artıb və kreditə yazdıq onu, düzdür? Bəli. Debitə də Kreditor borcu artdım. Debitə nə yazarıq? xərc. Xərc. Xərc, əla. Debitə də internet xərci yazarıq, düzdür? Çünki iş bitib artıq, hesablama metodu ilə xidmət bitibsə, iş bitibsə, o bizim xərcimizdir deməkdir. Razıyıq? Mhm. Bəli. Hamıya aydın oldu bu? Bəli, mənim müəllim adım Gülgəzdir, prosta orada Aa. xərci kimi qeyd olunub. Heç bir problem yoxdur. Ona görə həmişə daxil olanda çalışın adları fikir edin. Çünki mən belə deyək də, baxanda adları görürəm deyə çaşır. Belə Aha. səhvlik olmasın deyə. Nəsə, gələn dərsdən düzələr inşallah o da. Mhm. Deməli, sonra növbəti sualımızda deyir ki, hüquqi şəxs dövr ərzində 10.000 AZN dəyərində xidmət göstərib və gəlir qazanıb. Aha, maraqlı sualdır. Heç bu sualdan olmamışdı. Baxın, tərəfləri müəyyən eləmək istəsək yoldaşlar. Xidmət göstərib gəlir qazanıb. Nə deməkdir bu? 10.000 AZN dəyərində. Gəliri olubdu. Aha, qəşəng. 10.000 manatlıq gəliri olub, düzdür? Bəli. Deməli, sən Mehdi tapdın artıq tərəflərdən birini. Biri odur ki, gəlirdir, düzdür? Bəli, biri xidmət göstərən, biri xidmət alan tərəfdir. Ay, sağ ol. Biri xidmət göstərən, biri də alan tərəfdir. Xidməti alan tərəf kim deməkdir? Eee,
Qarşı tərəf. Başqa bir sahibkar Yəni məsələ. müştərim də, düzdür? Müştəri. Bəli, müştəri. Onda ikinci tərəfimiz o hüquqi şəxs olan, yox, bu deyil. Yəni xidmət göstərdiyimiz şəxs də hüquqi şəxsin xidmət göstərdiyi. Burada yazılmayıb indi müştəri kimdir. Amma yəni biz bildik ki, xidmət göstərdiyimiz şəxs kimdir? Bizim müştərimizdir, düzdür? Evet. Onda ikinci tərəfimizi də tapdıq. Bax, sual gəlir. Gəlirim harda artırdı mənim? Kreditdə. Gəlirim Kreditdə. kreditdə. Yazıram bura gəlir. Keçirəm ikinci bir tərəfə. Müştərinin mənə nəyi yarandı? Debitor Borcu. Kreditor Borcu. Müştəri borcu mənim üçün bunlardan hansı idi? Hansı kateqoriya idi? Müsbət bir şey. Yəni Müsbət bir aktivdir, şey. düzdür? Aktiv. Bəli. Onda mən onu hansı tərəfdə artırmalıyam? Debitdə. 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 Ona görə burada yazıram debitor borc. Yaxşı, indi bir dənə də sual gəlir. Müştəri sizə borcunu ödədi. Müştəri sizə borcunu ödəyibsə nə baş verir? Debitor Debitor borc borcunu kağıdı. Debitor azalır, borc. təşkil artır. Deyə. Nə olur debitor borca? Kredit hissəyə yazılır. Pul vəsaiti artır. Pul vəsait müştəri nə ödədi mənə? Pul ödədi, düzdür? Bəli. Pul ödəyirsə aktivimdir bu mənim. Müsbət bir şeydir, artdı debitdə. Niyə? Çünki aktivlər debitdə artırdı. Pul vəsaiti artdı. Nə qədər artdı? 10.000. Bir də müştərinin borcu azalırdı. Düzdür dediniz bayaq, debitor borcu azalır. Bunu özünüz də qeyd elədiniz. Debitor borc azalır yoxsa artır? Azalır. Çünki ödəyir. Azalır. Ödəyib də. Ödəyib. Onda nə azalmış olur həm də məndə? Öhdəlik. Öhdəliklərim. Kimin öhdəliyi? Qarşı tərəfin. Qarşı tərəfin. O mənim üçün hansı bölmə idi burada? Debitor borcu idi. Debitor. Yəni hansı Aktivlər. bölmədir bunlardan? Aktivdir, düzdür? Debitor borc aktiv deməkdir. Aktivlərim də azalanda kredit də azalırdı. Ona görə debitor borc yazdım burada. Düzdür? Razılaşdıq? Bəli, bəli. Əla. Keçək növbəti sualımıza. Deyir ki, hüquqi şəxsə göstərdiyi xidmətin qarşılığında Müəllim, baxın, mən burada saçdım. O şəxsə, Harda? hüquqi şəxsin özü, şəxsin var orada. aha. Məsələsində var şəxsdir, eləsində var şəxsindir. Məsələn, Hə, çoxsunda elə saçdım ki, bunlar biri Hə, hüquqidir, başa biri düşdüm. normal Amma şəxs. indi sistemi tutdun, nə demək istəyirik burada? Hə, Hüquqi şəxs göstəribsə, deməli biz hüquqi şəxsin işçisiyik, mühasibiyik, onun üçün qeyd aparırıq. Amma hüquqi şəxsə göstərdiyi xidmətin qarşılığında 7.000 AZN ödəniş edilib deyirsə, biz ödəniş eləmişik deməkdir bu. Bildik Mehdi? Aydın. Hüquqi şəxsə deməli biz göstərdiyi xidmətin qarşılığında 7.000 AZN ödəniş eləmişik. Hüquqi şəxs kimdir burada onda? Buradakı hüquqi şəxs xidmət qarşılığında ödəniş ediriksə biz. Hmm, Kim bizə xidmət göstərir həmişə? Bizə Müştəriyə. xidmət göstərən kimdir? kreditor, Müştərimiz Kreditor. kreditor. Bizim müştərimiz. Yox. Bizim müştərilərimiz bizə nə vaxtdan xidmət göstərir bizə? Biz müştərilərimizə xidmət göstərərik də, yox? Biz göstəririk. Aha. Onda deməli bizə kreditorlarımız Bəli, bəli. xidmət göstərib. Biz də indi onun qarşılığında ödəniş eləyirik birbaşa. Gəlin baxaq. Mən 7.000 manat ödəniş eləyirəmsə, mənim nəyim azalacaq? Hardan ödəyirəm onu? Aktiv. Kredit. Borc azalacaq. Aktivim azalar, bəli. Yəni pul vəsaitim azalar. Hı hı. Yazdım pul vəsaiti bura. Və debitim artar. Debitdə Xərcim. sən kimə ödəniş edirsən? Kreditora. Kreditora. Nəyin azalır? Xərcim. Aktivim. Xərcim. Yox, biriniz xərcim deyirsiniz, biriniz aktivim. Dəli oldum burada. Kreditor borc azalır da. mənim nəyimdir? Öhdəlik. Öhdəliyimdir də, düzdür? Kreditor borc mənim öhdəliyimdirsə əgər, onda mənim öhdəliyim azalar da, düzdür? Azalar. Ödəniş edirəm axı kreditora. Onda buraya yazaram kreditor borc da, düzdür? Razı?
Nəsə elə bir tam başa düşmədik bunu. Elə hiss edirəm. Mən tam başa düşmədim deyə bəli deyə bilmədim. Ona görə Aha, yəni baxın. Bir dənə cümləni oxuyaq gəlin. Hüquqi şəxsə göstərdiyi xidmətin qarşılığında 7000 AZN ödəniş edilib. Bu nə deməkdir ümumiyyətlə? Bunu nə başa düşürsüz? bizə xidmət göstərilib və biz bu xidmətin qarşılığında ödəniş etmişik. Bəli, amma sizdən bu dəqiqə nəyi tələb edir? Təkcə ödənişin qeydini aparmağı deyir. Çünki nə vaxtsa borcu yazmısınız. Başa düşdünüz nə demək istəyirəm? Bəli. Yəni artıq götürüb təzədən borc yaradıb, xərc tanımağa ehtiyac yoxdur. Sizdən təkcə ödənişi deyir yazın. Aydındır? Kreditor borcum azalır da, mən belə götürürəm. Yəni, Kreditor borcum azalır. Bəli. Kreditor borcum azalır deyə debitə yazıram onu. Bu da öhdəliyimdir. Bir də aydın, mənim nəydən ödəyirəm o kreditor borcunu? pul vəsaiti. Pul vəsaiti ilə. Ona görə pul vəsaitim azalır. Bu qədər sadə. Sizə bir şey deyim. Burada əgər demirsə xidmət göstərib, deyirsə ki, təkcə ödəniş olunub, deməli xidməti nə vaxtsa biz qeyd eləmişik deməkdir. İndi qeyd eləməyə ehtiyac yoxdur. Aydındır? Biz məsələlərə baxanda burada hansı tərəf üçün ikili yazılış qeyd eləməli? Çünki iki tərəf olur da. Hansı tərəf üçün ikili yazılış qeyd eləməliyik? Yəni bizim üçün olur, bir də qarşı tərəfin qeyd elədiyi olur da. Bəli, bəli. Qarşı tərəf indi öz mühasibə öz üçünlə qeyd eləyəcək. Biz ödəniş edən tərəf deyə biz ancaq öz tərəfimizi qeyd eləyirik. Razı? Leyla. Burada məsələn 13-də mən hardan bilim ki, hüquqi şəxs qarşı tərəfdir də onda. Qarşı tərəfdə hüquqi şəxs, bəli. Hüquqi şəxsə göstərdiyi xidmətin qarşılığında 7000 AZN ödəniş edilib. Bir də mən qarışdırdım. Debitor nə idi, kreditor nə idi? Debitor müştəri deməkdir. Kreditor isə təchizatçı, yəni iş xidmət göstərən tərəf və yaxud da mal satan tərəf. Satıcı da, yəni kreditor deyəndə satıcı başa düşün. Belə Debitor da fikirləşin. bizim mal aldığımız. Yox, debitor bizim müştərimizdir, satdığımız. Mal aldığımız satıcıdır, kreditor adlandırırıq. Amma debitor isə bizim müştərimiz deməkdir. Hə, bizim satdığımız. Bəli, bəli. Daha sonra bu hissə aydın oldu indi hamıya. Sual yoxdur ki. Yaxşı, bununla bağlı sual yoxdursa, keçək indi digər bir sualımıza. Hüquqi şəxsin 1000 AZN dəyərində vergi borcu yaranıb. Əməliyyatın ikili mühasibat yazılışını tərtib edin. Bax, yoldaşlar, tapaq da indi iki tərəf hansıdır burada? Biri xərcdir, digəri öhdəlik. Aha. Kimə bizim öhdəliyimiz yaranıb 1000 manat? Vergi orqanı. Vergi orqanı. Düzdür? Yazıram bura. Vergi borcu. Niyə bura yazdım? Bura yazmadım. Çünki artır ona görə. Nə artır? Öhdəliyimiz. Öhdəlik artır. Öhdəlik. Deməli, öhdəlik debitdə artımır axı, kreditdə artır. Ona görə mən kreditə yazdım. Razıyıq? Bəli. Bəli, xərcdə debitdə aldır. Bu vergi borcu deməli dövr bitib, mənim vergi borcum yaranıb. 1000 manat dəyərində. Onda bu mənim nəyim oldu? Xərcim oldu. Bəli, vergi xərcim oldu. Doğrudur. Bununla bağlı sual var. Hüquqi şəxsə 200 AZN dəyərində maliyyə sanksiyası hesablanıb. Yəni 200 manat. öhdəliyi var bunun. Ay sağ ol. Öhdəliyim kimə yaranıb deməkdir onda bu? Vergiyə. Hər hansı bir orqana, dövlət orqanına, lap olsun vergiyə bu. Vergi borcu yazaram bunu maliyyə sanksiyasına görə. Bax, oturduğunuz yerdə gedirsiniz yolda, sizi cərmələyirlər. Cərmə sizin nəyiniz olur? Xərcim. Xərcim. Onda şirkət üçün də bu xərc olacaq da, düzdür? Xərc və öhdəlik. Bəli. Maliyyə sanksiyası üzrə xərc. Deməli, bir öhdəliyim yarandı, bir də xərcim yarandı. Düzdür? 200 manat. Kreditorun bank hesabına 13200 AZN gəlin belə edək. Kreditorun bank hesabına 13200 AZN ödəniş etməklə nəqliyyat vasitəsi alınıb.
Neçə dənə əməliyyat var burada? 2 əməliyyat var. Əla, 2 əməliyyat var. Birinci Aktivlik əməliyyatımız hansı olacaq? aktivlər artır. Debitdə Aha, pul ay sağ ol. vəsaitdə Birinci kredit. əməliyyatımız budur da onda, düzdür? Nəqliyyat vasitəsi alınıb. Bəli. Birinci əməliyyatımız nəqliyyat vasitəsinin alışı olacaq. İkinci əməliyyatımız isə ödənişin edilməsi olacaq. Leyla, bax, bu ACA-də normalda birbaşa yazılırlar credit cash, debit asset, aktiv kimi artırırlar. Amma bu realda, praktikada belə işləmir. Birinci alışı qeyd edirlər, sonra ödənişi qeyd edirlər. Necə? Bu normalda ACA-də F3-ə credit cash yazırlar, pulu azaldırlar birbaşa. Debitdə aktiv yazırlar. O praktikada belə işləmir, yəni onu demək Mən də istəyirəm. elə yazmışdım. Hə, yəni o elə deyil əslində. Bax, nəqliyyat vasitəsi alınıbsa ödəniş edilmişdir. Birinci nə edirik? Birinci əməliyyatımız nəqliyyat vasitəsinin alışıdır. Nə etməliyik yoldaşlar onda? Debitə, Debitə yazaq. Bax, 13200 aktivi, aktiv, yəni nəqliyyat vasitəsi, Bəli. əsas vəsait. Debitdə aktivim artdı. Kreditdə kimdən almışam bunu? Pul vəsaiti yazılır. Yox, kimdən almışam? Kreditor bank. Bank satanlar. Kreditor borc, kreditorumdan almışam axı bunu, düzdür? Sonra deyir ki, ikinci əməliyyatıma baxın. Bank hesabına 13200 AZN ödəniş edilib qarşı tərəfin, yəni kreditorun. Nə azaldı məndə? Vəsait. Pul azaldı. Başqa nə azaldı məndə 13200? Öhdəlik azalır. Yani Öhdəlik azalır, bəli, kreditor borc. Bu da 16-nın ikinci hissəsi idi. Bir soru. Deməli, aha, buyurun. Biz burada kəşi azaldırıqsa, yəni öhdəliyimiz onsuz da olmur da. Aha, Yəni- bunun sirri bilirsiniz nədir Leyla? Siz burada götürüb bax, normalda bu iki əməliyyatdan fikir verin, kreditor borc, debit kredit 13200 sıfırlandı getdi, düzdür? Hə. Biz bunu belə də yaza bilərdik normalda. Əsas vəsait artdı, pul vəsaiti azaldı. Əslində bunun nəticəsi, bu əməliyyatın nəticəsi normalda budur da, düzdür? 13200 eyni şeyə bərabərdir. Hamı razıdır bundan. Baxın, debit kredit nə oldu? Azaldı, qıraqda pul vəsaiti qaldı, əsas vəsaiti qaldı, düzdür? Bax, səhər biri gün sizdən gəlib soruşsalar ki, biz o nəqliyyat vasitəsini kimdən almışdıq, Leyla? Aç göstər sənədi ilə. Neyniyəsən? Hə, bunu mütləq qeyd eləməliyik. Ona görə bunu mütləq qeyd eləməliyik ki, kimə borcumuz yaranıb, kimə ödəniş eləmişik. Başa düşdünüz? Praktikada ona görə bunu qeyd eləməliyik. Praktiki tərəfdə bu belə işləyir, yəni. O bundan o tərəfəsi yoxdur, yəni. O həmişə qeyd eləməliyik. Aydındır? Bu qədər deyə bilərsiniz bu kreditor. Aha, həmişə nə isə alırıqsa, lap aldığımız yerdə də ödənişini eləyiriksə, həmişə birinci borc yaratmalıyıq. Bizim ona borcumuz həmin an bağlansa belə. Ona görə aldığımız şeyi qeyd eləyirik həmişə birinci əsas vəsait kimi. İndi bizdə əsas vəsait idi o. Borcumuz kimədir onu qeyd eləyirik. Yenə də deyirəm, həmin an ödəsək belə onu qeyd eləyirik. Yəni həmin gün ödəsək belə borc yaratmalıyıq. Hətta olsun 1 ay sonra ödəyirəm. Fərqi yoxdur. Yəni ödənişin vaxtından asılı olmayaraq həmişə borc yaratmalıyıq aldığımız şeyə görə. Aydındır? Sonra pul vəsaitindən, yəni Sonra da bəli, borcumuz ödəyəndə var. pul vəsaitini azaldıram. Kreditdə aktivim azaldı. Debitdə də öhdəliyim azalır, kreditor borc. Aydındır? Bəli. Bu da belə. Daha sonra. Hə, bax bu bayaq dediyimdən biridir. Təsisçilər 8000 AZN dəyərində ofis avadanlığı həcmində kapital qoyuluş ediblər. Kapital qoyuluşun pul formasında eləyiblər, yoxsa havadan. Yox. avadanlıq Yox. formasında eləyiblər? Gəlirəm onda 17-ci sualın yazılışına. Və burada mən aktivliyimi artırdım, müəllim, düzdür? Aktivim artıb, bəli. Aktiv hansı formada artdı məndə? Mal Debit kimi. Mal yoxsa Əsas Əsas vəsait. vəsait. əsas vəsaitimi? Çünki ofis avadanlıqları nə olur?
televizor olur, stol Fərqlər. stul olur, ondan sonra nə bilim əsas vəsait formasında olur. Yəni bir ildən çox istifadə olunan şeylər olur. Ona görə buraya yazıram ofis avadanlığı. Yəni əsas vəsait. Qeyd elədim ofis avadanlığın. Aktivimdə axı debitdə artdı, düzdür? Sonra baxıram digər tərəfə. Kim qoyub bunu 8000 manat dəyərində? Təsisçi. Təsisçi, düzdür? Təsisçinin qoyduğu nizamnamə kapital qoyuluşu məndə hansı bölməni bölmə idi? Kapital. Tamam. Equity. Kreditdə Anlamə kapitalı. Nizamnamə kapitalı mənim kapital bölməm idi, düzdür? Gəlirəm kapitalı tapıram. Kapital harda artır? Kreditdə. Ödəlik. Gəzirəm deyirəm, yazıram nizamnamə kapitalı, düzdür? Deməli, kreditdə nizamnamə kapitalı artdı, belə eləsək. Nizamnamə kapitalım artdı 8000. Ofis avadanlığım da artdı 8000. Razıyıq? Düzdür? Bəli. İndi bir sual. Bax, mən sizə demişdim ki, 5-dən 17-yə kimi yazın. Kimdə vəziyyət nətərdir? Ümumi vəziyyətinizi cavablara uyğun olaraq bir 50% düz yaza bilən olmuşdu heç olmasa? Yazamamışsınızsa da problem yoxdur. Onsuz bu sizin şansınız var ki, bax, hər dərsin sonunda növbəti dərsimizə qədər götürüb təzədən təkrarlayıb videoya baxıb təzədən test işləyə bilərsiniz hətta. Yəni bu qədər sizin şansınız var. Kim bunları düzgün yazmamışdısa əgər, otursun təzədən yazsın, açsın sonra video dərsə baxa-baxa yoxlasın. Yəni bu qədər sadə. Mən Excel atacağam hətta. Heç video dərsə baxmağa ehtiyac yoxdur. Götürün bu testi, təzədən yazın. Yazandan sonra götürün, üzləşmə eləyin. Mənim atdığım Excel-lə. Excel var ya bu Excel. Bunu sizdə Drive-a qoyacağam. Girib götürə bilərsiniz. Yaxşı? Aydındır? Aydın. Bəli. İndi qalxıram yuxarı. Gəlin, bax, burada qəşəng şifahi suallar var maraqlı. Deyir ki, buna hələ lazım deyil. Birinci sualı keçməmişik deyə baxmayaq. İkinci suala baxaq. Deyir, aşağıdakı ifadələrdən hansılar doğrudur? Doğru olanları gəlin yaşıl rəngləyək. Amma müəllim bir şey soruşum. Bəli. Bu 7-ci sualın sonunda kreditor borc yaranmır. Yoxsa 7-ci axırıncı sualda kreditor kreditor borc deyil. Bilirsiniz niyə? Bax, deyir, kapital qoyuluşu olub. Aha. Kapital qoyuluşu borcdur, amma nizamnamə formasında səhmdara borcdur. Nizamnamə kapitaldır o. Kapital bölməsinə düşür o. Başa düşdünüz? Mən həm nizamnamə kapital yazmışdım, həm də kreditor borc yazmışdım. Yox, kreditor borc deyil o. Aha. Deməli, daha sonra deyir, aşağıdakı ifadələrdən hansılar doğrudur? Birincisi düzdür da. İstənilən bir müxabirləşmənin minimum bir debit, bir kredit tərəfi olur. Düzdür bu? Düzdür. Onda, yəni, kredit tərəfi olmasa və yaxud da debit tərəfi olmasa olmaz müxabirləşmənin. Yox, həmişə bir dənə müsbət, bir dənə də mənfi tərəf, yəni kredit Yəni olmalıdır. bir debit, bir kredit həmişə olmalıdır. Düzdür? Hamı razıdırsa keçsin növbətiyə. Aktivlər debitdə artandır. Düzdür, düzdür. Düzdür də bu da. Bəli. Öhdəliklər debitdə artandır. Yox, səhvdir bu. Səhvdir. Xərclər debitdə azalandır. Düzdür. Bax, yaxşı, öhdəliklər debitdə nə olur onda? Artmırsa nə baş verir öhdəliklər debitdə? Azalır da. Azalır. Xərclər debitdə azalandır deyir. Düzdür bu? Yox, artır. Xərclər debitdə nə olur? Artır. Artır. Ona görə bu Artır. da səhvdir. Gəlirlər kreditdə artandır. Yox, o da yox. Artan. Səhvdir bu, düzdür? Səhv. Gəlirlər kreditdə artmır da, Səhvdir, düzdür? Gəlirdə Bəli. Gəlirlər kreditdə artmır, azalır, hə? Yox, Düzdür, artır. Artık. Gəlirlər kreditdə artır həqiqətən. Bəli. Düzdür bu. Mən biraz şey olandan sonra çaşdırmaq mərhələsinə keçəcəm artıq. Yəni mənim hər dediyimə intonasiyamda şey eləməyin. Öz fikrinizi deməyə çalışın, yaxşı? Bu sadəcə sizin daha çox o
beyni işlətmək üçün olunan bir şeydir. Gəlirlər kreditdə artırmış. Doğrudur. Bəli. Kapital kreditdə artandır. Düzdür. Bəli. Bəli. Düzdür də bu da. Düzdür. Bəli. Aktivlər kreditdə azalandır. Doğru. Bəli. Səhvdir. Səhvdir də bu, düzdür. Doğrudur. Səhvdir. Səhvdən bu. Hamı razıdır. Xeyr, xeyr. Xeyr, Aktivlər xeyr. Aktiv debitdə artır, kreditdə azalır. Onda bu səhv imiş. Bəli. Düz. Yox. Düzdür, düzdür. Düzdür. Aktivlər kreditdə azalandır deməli. Bəli. Düzdür Mehdi? Bəli. Bəli. Öhdəliklər kreditdə azalandır. Səhvdir. Səhvdir. Kreditdə nə olur öhdəliyə? Artır. Artır, bəli. Bunu onda düz götürməyək də, bunu səhv eləyək. Öhdəliklər Doğru kredit. Niyə səhv götürsün? Çünki kreditdə dediyi artır da bu. Bizə doğrular lazımdır axı. Hə. Öhdəlik kreditdə artandır, bəli. Daha Kredit. sonra Dokuz sual var öhdəlik. bunlarla bağlı. İlk 8 dənə hamıya aydındır da, düzdür? Müxabilləşmənin tərkibində həm debit, həm də kreditdən istifadəyə ehtiyac yoxdur. səhvdir. Doğru deyil. Doğru deyil, Evet. düzdür? Bu da bizdə doğru olmayanlar arasına keçdi. Çünki biz demişik ki, həmişə debit və kreditdə ehtiyac var. Aktivlərə aid olan düzgün variantı seçin. Kim nə yazıb burada? Debitor borc, investisiya mülkiyyəti. İki variant yazmışam. Debitor borclar və Bu investisiya. İnvestisiya mülkiyyəti. Debitor borç, investisiya B mülkiyyət. variantı. Hamı D deyir də, düzdür? Yaxşı, gəlin D yazaq, baxaq görək nədir burada vəziyyət. Əsas vəsait hansı bölmədir? aktiv, Aktiv. Uzun Aktivdir. müddət aktivlər. Bəs əmək haqqı üzrə öhdəlik? öhdəlik, Öhdəlik. Ona görə A variantı deyilmiş, düzdür? Bəli. Torpaqların dəyəri hansı bölmədir? aktiv, Uzun müddət aktiv. Bəli, uzun müddətli aktivdir. Hətta artıq Elnur onu da qeyd edir ki, bu uzun müddətli aktivdir. Həqiqətən bu proqresdir. Bu artım deməkdir. Bəs nizamnamə kapitalı nədir? kapital, Kapital. Kapital. Kapital bölməsidir. Kreditor borcları. Uzun müddət həm də Öhdəlik. kısa müddətli öhdəlik. Bəli, Bəli. öhdəlik də artıq bu. Ola bilər uzun müddətli olsun, ola bilər qısa müddətli olsun, düzdür? Ümumiyyətlə uzun Bəli. müddətli, qısa müddətli olmağı nədən asılı idi demişdik? 1-dən 12-yə kimi qısa, Bir il 12 ərzində daha ödənirsə, uzun olsa uzun müddətli. Bəli, 1 il ərzində bağlanarsa deməli qısa müddətli deməkdir. 1 ildən uzun olarsa uzun müddətli deməkdir. Bioloji aktiv bəs? Aktiv. aktivdir o da. Bəli. Bu da aktivdir. Prosta demişdik canlı olan aktivlərdən söhbət gedir. Onda D variantında debitor borc dedik. Bəli. Aktivdir. İnvestisiya mülkiyyəti dedik nədir? Bu da aktivdir. Bu da aktivdir. Yaxşı, sual verirəm. İnvestisiya mülkiyyəti ilə əsas vəsaitin fərqi nə idi? İnvestisiya mülkiyyəti sonradan gəlir gətirə bilir də. Əslində ikisi də gəlir gətirir, amma məqsəd demişdik fərqli idi, düzdür? Məsələn, tutaq ki, binanı alıb özüm istifadə edirəmsə, bu əsas vəsait adlanır. Binanı alıb gözləyirəmsə qiyməti artsın, onda nə olurdu? İnvestisiya İnvestisiya mülkiyyəti, mülkiyyəti. düzdür? Keçək 4-cü suala. Öhdəliklərə aid olan düzgün variantı seçin. B variantı. Öhdəliklərə aid olan, siz nə deyirsiniz? Kreditor borc, vergi üzrə borc. Kreditor borc, vergi üzrə borc Vergi. deyirsiniz, öhdəlikdir. Gəlin baxaq. Kimsə B variantı demişdi ha, bu arada. Nəsə elə bir şey eşitdim. İndi baxaq. Bölüşdürülməmiş mənfəət. Bu kapitaldaydı deyəsən. Bəli, aslında açıb baxa bilərsiniz burada. Bax Tamam. yoldaşlar, sizə bir şey deyim. Bura nə yazıb? Bölüşdürülməmiş. Çərçivənin altında nə var? Gəlir, xərc. Xərc. Bölüşdürülməmiş mənfəət nə deməkdir? Bax, bunu qeyd edirəm burada.
Bizim həmişə bir gəlirimiz olurdu, bir də xərcimiz olurdu, Xərcimiz. düzdür? Düz. Bax, yazırıq ki, gəlir çıxılsın. Nəsə bu mənə bezdirəcək, ona görə belə yazaq. Gəlir çıxılsın, hətta gəlin belə eləyək də bunları götürək. Biz qaçaq bu tərəfə. Buraya yazaq gəlir xərc. Buraya yazaq müxabirləşmələr. Burada yazaq bölüşdürülməmiş. Mənfəət. Biz dedik ki, bir gəlirimiz olur, bir də xərcimiz olur, düzdür? Aha. Yəni o 5 komponentimizdən biri xərc idi, biri də gəlir idi. Mən indi deyirəm ki, sizə, bax bu gəlirdən xərcimizi çıxanda bərabər olur bölüşdürülməmiş mənfəətə. Yadınızdadır mənfəət demişdim sizə. Gəlir çıx xərc mənfəət deməkdir. Yadınızdadır o? Keçən dərsdə. Bəli, keçən dərs demişdik ki, gəlirdən xərci çıxanda mənfəət eləyir. Amma indi bəs bu bölüşdürülməmiş bilirsiniz niyə deyirlər buna? Tutaq ki, də bax mənim 10 manat gəlirim var, 8 manat da xərcim var. Mənfəətim nə qədər oldu? 2 manat. 2 manat, bəli. İndi bir sual. Bax bu 2 manatı mən səhmdarlara, mənim şirkətimin səhmdarları var da, payçıları var, düzdür? 2 manatı vermişəm səhmdarlarıma. Qaytarmışam o pul onlara hələ. Xeyr. Xeyr. Bax ona görə bölüşdürülməmiş deyir bunu. Mən nə zaman ki onlar arasında bunu bölüşdürsəm, bu o zaman artıq bölüşdürülmüş sayılır. Bax fikir ver burada nə yazıb? Bölüşdürülməmiş. Xalis Aydın mənfəət oldu. olur onda. Necə? Bu yox, Xalis bu onsuz da mənfəət. xalis mənfəətdir və sonda gedir bölüşdürülməmiş mənfəətin tərkibinə. Bu xalis mənfəət sayılır həm də. Bunun içindədir. Bölüşdürülməmiş mənfəət sayılır. Amma mən onu nə zaman ki verdim səhmdara, o zaman dividend sayılır bu. Dividend deyirik biz ona. Eşitmisiniz bəlkə dividend sözünü. ABB səhmdarını alanda reklam edirdilər, dividend veririk hamıya, 20% dividend pay. kimi mənfəət vergisi ödəyəndən sonra. Bax, məsələn, tutaq ki, ABB bank il ərzində tutaq ki, deyir ki, 170 milyon manat mənfəəti yaranıb. Tutaq ki, deyir. Düzdür? Həmin 170 milyon manat sizindir. Hələ ki. Sizin deyil ki, hələ ödəniş eləməyib ki sizə, düzdür? Getdiniz hamınız səhmin aldınız ABB-nin. Hələ ödəməyib ki, ona görə bölüşdürülməmiş mənfəətdir o. Nə zaman ki başlasa onu səhmdarlar arasında bölüşdürməyə, o artıq dividend olur. Dividend ödənişi sayılır. Yaxşı? Ona görə bu Bölüşdürülməmişin əksi dividenddir, düzdür? bölüşdürülməmişin əksi bölüşdürülmüş forması dividenddir, bəli, doğrudur. Tamam. İkinci bir sual. Əgər mənim artıq gəlirim 8 manat, xərcim 10 manat olsaydı, burada mənfəətdən söhbət getmir artıq. Buna biz zərər deyirik. Aydındır? Aydın. Hamıya aydın oldu bu struktur. Bəli. Yəni gəlir çıx xərc axır əvvəl səhmdarındır, bölüşdürülməmiş mənfəət kimi. Ona görə kapitalın altına yazırıq biz onu. Bölüşdürülməmiş mənfəət. Bax, digər adına ödənilməmiş zərər yazmışam. Və yaxud da yığılmış zərər də deyirlər. Bax, budur o. O 2 manat zərərdir artıq. Aha. Hamıya aydın oldu onda bu hissə, bölüşdürülməmiş mənfəət nə deməkdir? Bəli. İndi bölüşdürülməmiş mənfəət bizim kapitalımız yoxsa öhdəliyimiz? Kapital. Kapitaldır, bəli. Kapital bölməsindədir. Burada da gəlib baxdıq ki, buradadır həqiqətən də, düzdür? Keçirəm digərinə. Əmək haqqı üzrə öhdəliklər. Bu məndə hansı bölmədir? Gəlir. Onda kapital deyil də, düzdür? Bu arada məndən
Bu kapital Öhdəliyi yox, soruşur. öhdəlikləri soruşur. Əmək haqqı üzrə öhdəlikdir, düzdür? Bəli, bəli. Amma bölüşdürülməmiş mənfəət kapitaldır deyə A variantını seçmirəm. Razılaşdıq bundan. Bəli. Torpaqların dəyəri məndə nə idi? Aktiv, Aktivdir, doğrudur. Hansı aktiv idi ümumiyyətlə bu? uzun müddətli. Uzun müddətli aktivdir. Ona görə bu doğrudur mənim üçün. Yox, yox. Testə Cavab görə. kimi səhvdir. Cavab kimi səhvdir, düzdür. Bəli. Nizamnamə kapitalı. Kapital, Kapitaldır. Doğrudur da deməli, düzdür? Xeyr. səhvdir. Deyim. Deyil. Bəli. Bunu özümdə çaşırdım. Yox. Bunda çaşdırmaq istəyəndə deyirəm mən çaşdırıram, burada özümlə çaşdım bu arada. Test o qədər şeydi ki, qarışıqdı ki. Nəsə, burada düzgün variant yoxdur ümumiyyətlə, düzdür? Razıyıq da bundan. Bəli. B-də yoxdur. Keçsik digərinə. Kreditor borcları. Öhdəlikdir. Öhdəlikdir bu. Öhdəlikdir. Düzdür da onda. Aha. Cavab kimi hə. Bəli. Cavab kimi bəli. Bəli. Onda seçirəm öhdəlik kimi. Vergi üzrə borclar. O da öhdəlik sayılır. Bu da öhdəlik sayılır. Onda C variantımız belə çıxır ki, düz variant. Düzdür? Bəli. Bəli, bəli. Bank krediti üzrə borclar. O öhdəlik kimi Öhdəlik. öhdəlikdir. Dividend kapital. Aha, bank krediti üzrə borclar öhdəlikdir. Dividend niyə kapital dedik onda biz? Bax burada Dividend yazmışıq çünki məncə. Təsisçilərə ödənilən puldur, kapital olan hissədə. Üzr istəyirəm. Bəli, təsisçilərimizə ödənən puldur. Yaxşı, onda bir dənə də sual verim. Yoldaşlar, desəm ki, dividend vermişik. Sizcə o kredit də artacaq, yoxsa debit də artacaq? Debitdə artacaq. Hər Xeyr, yol. Kreditdə. Kreditdə azalacaq. Kreditdə. Debitdə artacaq. Aha. Bəzilərimiz deyir debit, bəzilərimiz deyir kredit. Düzdür. Amma düzgün cavabı deyim, izahında verəcəm. Debit əslində artım. Dividend debit də artır. Niyə? Çünki bizim nəyimiz azalır dividendi verəndə? Bax, bayaqlar deyir deyə. Öhdəliyimiz. Bölüşdürülməmiş. Bölüşdürülməmiş mənfəətimiz. Yəni mən bayaqları deyirdim, 2 manat bölüşdürülməmiş mənfəətim var. Sonradan bölüşdürsəm dividend olacaq o. Onda deməli dividendimiz artırsa, kiməsə nəsə veririk deməkdir. Bölüşdürülməmiş mənfəət azalır. Həmçinin kapital azalır deməkdir. Başa düşdünüz nə demək istəyirəm? Gələcəkdə bu provodkalarını göstərəcəm, qarışmasın deyə indi göstərmirəm. Yəni biraz uzundur onun provodkası. Qorxmayasınız, başınız ağrımasın deyə indi demirəm hələ ki. Qorxmayasınız dediyim, yəni başınız yorulanda axırda həmişə qorxur adam, ona görə deyirəm. Amma əsas məntiqini tutmağınızı istəyirəm ki, yəni elan edilmiş dividend kapitalın yəni əksi deməkdir. Kapitalı azaldan bir şeydir. Onu bilin, yaxşı? Əla. Hər hansı bir sual, təklif, açıq qalan bir şey varsa deyin yoldaşlar. Hər hansı bir sual yoxdur ki, danışdıqlarımızla bağlı. Yoxdursa əgər sizdən xahişim nədir? Bir şey soruşa bilərəmmi? Aha, buyurun Leyla. Torpaq əsas vəsait gedirdi, hə? Bəli, əsas vəsait gedir. Amortisasiya Torpağın- olunmayan əsas vəsait. Torpağın dəyərini biz niyə orada nə qeyd elədik? Nə qeyd elədik ki? Uzun müddətli aktiv kimi. Uzun müddətli onda əsas vəsait uzun müddətli aktivdir də, hə? Əsas vəsait uzun müddətli aktivdir, bəli. Hə, bir- Aha. Deməli, sizdən xahişim bax bu sualları təzədən işləməyinizdir. Yaxşı? Açırsınız, təzədən işləyirsiniz. Ta ki neçə sualdır burada da? 5-dən 17-yə. Neçədir? Gəlin belə eləyək. 2-dən 17-yə qədər. 16 sualdır da, düzdür? 16 sual bizə 80% nə zaman verir? Baxaq. 16 sual bizə minimum 13 düzünüz olana kimi xahiş edirəm təkrar-təkrar oturun bu sualları işləyin. 100% olmağı daha yaxşıdır, amma yəni 16 sualdan 13 düzə gəlib çatana kimi hər dəfə işləyin, yoxlayın, işləyin, yoxlayın. Minimum 13 düzünüz olana kimi xahiş edirəm sizdən bunları işləyin, yaxşı? Sizə cavabları yollayacağam bunları.
Oturasınız bunları təzədən işləyəsiniz. Yaxşı, razılaşdıq? Bəli. Bazar günü də növbəti dərsimizi keçəcəyik. Bununla əlaqəli maraqlı dərsimiz var yenə. Amma sizdən xahişim bu 81%-ə gəlib çatana kimi işləməyinizdir. Yaxşımı? Çox sağ olun iştirak elədiyinizə görə. Hər hansı bir sualınız yoxdursa bitiririk dərsi. Sağ olun. Sağ olun. Sağ olun.